Lerikdə 3 gündür ki, itkin düşmüş hesab edilən və polis əməkdaşları tərəfindən axtarılan 35 yaşlı Şahin Şərifovun meyiti tapılıb. Meyit 70 metr hündürlükdə olan dərədə, çay kənarında tapılıb. Şahin Şərifovun əmisi deyir ki, axşam çayxanaya gedib. Ona zəng eliblər, telefonu götürməyib. Sonra onun telefonu başqa yerdə, özünün meyidi isə başqa ərazidə tapıldı. 50 kilometrin yuxarısında, üstündə orada yama var. Onun yanında maşın duran yama. Orada tapılıb telefonu. Dünən sırağa günü tapılıb. Bugün də meyidi Zvan ərazisindədir. Ayrı-ayrı istiqamətlərdə olan. Bəli. Bu aşağı tərəfdir, o yuxarı tərəf. Meyid orada tapılıb, bugün tapılıb. O 70 metre sürüyüb dərəyə. Buradan da özü qoyulu çevirib, öldürəndən sonra çevirib qalıb. Yəni öldürüblər də bunu. Bəli. Meyit daxili və xarici müayinə olunması üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Ekspertizanın verəcəyi rəydən sonra hadisənin qətl və ya hansı şəraitdə baş verməsi məlum olacaq. Qeyd edək ki, Şahin Şərifovun sakit təbiətli biri kimi xarakterizə eləyirlər. Onun 2 övladı var. Hazırda fakt üzrə araşdırma rayon prokurorluğunda davam etdirilir.